Bir xalqı məhv eləmək üçün onun mədəniyyəti ilə təhsilini əlindən almaq lazımdır. Bəli, Azərbaycanda nə təhsil var, nə mədəniyyət. Təhsil nazirimiz özünü fikirləşir, mədəniyyət nazirimiz özünü fikirləşir, o biri nazirimiz özünü fikirləşir. Verdikləri dolanı vaxtında ötürürlər, hərəsi də şərəfsizlərin şöhrət ordeni alırlar. Azərbaycan bundan artıq ibarətdir, başqa cür yoxdur. Biz necə bala saxlayaq orada? Hansı mədəniyyətdən, hansı tərbiyədən danışmaq olar? Baxın, İlham Əliyevin, yox hələm, Heydər Əliyevin vaxtından bura 30 il keçib. İndi fikirləşin ki, o vaxtlarda anadan olan uşaqlar İlham Əliyevin vaxtında artıq 7-8 yaşları var idi. Bu 7-8 yaşlarında olan uşaqların hansı tərbiyəni indi götürə bilərlər, böyüyüblər hamısı. Gözlərini açıblar İlham Əliyev gələnlər. Hamısı tərbiyəsiz, çoxsu narkoman, çoxsu fahişə. Bunların hamısını, bəs bu Azərbaycanda necə tərbiyəli uşaq saxlamaq olar? Bir onu mənə deyin, mən bilim. Axı bu cəmiyyət var. Bu uşaqlar cəmiyyət arasına çıxanda, bu cür tərbiyəsizləri, bu cür şərəfsizləri görəndə, bu uşaq görür ki, atası səhər çıxır, axşam gəlir, eşek kimi işləyir, evinə zorla heç bir dənə də süd alıb gətirə bilmir. Elə quru çörək, kartuşka, soğan, başqa heç nə yox. Amma ki, baxır görür ki, onlar özləri gediblər, döşlərini qoyublar çöldə, dallarını qoyublar çöldə, dodaqlarını şirdiblər, düz dallarını oxşayır dodaqları. Bunları görəndə görür ki, o həcilər ki var, sizə həcc qənim olsun. Bunlara nə qədər pullar tökür. Onlar da ki, deyirlər ki, əşədir, atam bütün gün əziyyət çəkir. Mən də elə belə olum da, bax, uşaqların tərbiyəsi elə pozulur. Azərbaycanın mədəniyyət naziri adicənə şeydir, vəkildir. Vəkilin hara, mədəniyyət hara, mən onu başa düşə bilmirəm. O Türk elə tenderdən gələn pulları paylaşdırır öz aralarında. Yuxarının da dolyasını vaxtında verir. İtilib qalıb orada. Azərbaycanda mənə bir göstərin. Bir normal, satirik, ya dramatik, hər hansı bir yeni senarilərlə çəkilmiş şeylər var, kinolar var, yoxdur. Sadəcə baxıram hərdən birdən, görürəm bu komediyxana da zatdır. Heç nə, süni güldürməkdir. Milləti süni güldürürlər, başqa heç nə yox. Onların başqa nə var Azərbaycanda? Sən yeni tamaşalar qoymuşsan, o boyda dram teatrı nə üçündür? O boyda opera və balet teatrı nə üçündür? O boyda gənclər teatrı nə üçündür? Axı hansı tamaşalar qoyulur, hansı uşaqlar ora cəlb olunur, kimləri ora aparırsınız, kimlər onları görür, heç biri. Azərbaycanda mənə deyin görüm, İlham Əliyev gələndən sonra hansı bəstəkar çıxıb, hansı şair çıxıb, hansı yazıcı çıxıb, bir bunu mənə başa salın, mən də bilim ki, həqiqətən də İlham Əliyev dahi bir insandır. İlham Əliyev, sən bu hərəkətlə həqiqətən sən Azərbaycanı məhv elədin. Azərbaycanın bəstəkarı, Azərbaycanın şairəsi Elza Seyidcahan, əməkdar artist adı ver. Azərbaycanın xalq artistləri Brilliant Dadaşovadır, Aygün Kazımovadır. İndi deyəcəklər ki, bunlar damğasını vurub, vurublar. Amma ki, onların geyimləri bizim gənclərimizin evini yıxır. Bizim gənclərimiz görür ki, bunlar necə geyinir, bunlar da onlardan nümunə götürür. Aygün demək olar ki, tam açıqdır. Röyanınki vəbşi biabırçılıqdır. Şeydəki Brilliant məndən 2 yaş böyükdür. Onun özünün paltarını görəndə, o paltarı əyləndə ucu dalı çöldədir də. Bunu görmürlər, bunu şey eləmirlər. Bəs bunu televizorlara buraxanlar, televizorda bunlara senzura yoxdur. Bunların oxuduğu mahnıların hansı biri yadozda qalıb? Mənə deyin, mən bilim. Bütün hamısı bayağı, axmaq mahnılardır. Bizim uşaqlar niyə o cür şəraitdə yaşamalıdır, o cür tərbiyə görməlidir? Nə var, onlar da belə bu cür tərbiyəsiz olanda, sizin balalar özün tərbiyəsizliyi gizlənir də. Ona görədir ki, onları idarə eləməyə nə var ki? Narkotika ver, qabağında baş əysin. Nə bilim, onlar üçün kliyent tap, sən qabağında baş əysin. Azərbaycanı o günə qoymuşsunuz da. Mən deyirəm, İlham Əliyev, sən Azərbaycanı batırdın. Sən Azərbaycanı idarə eləyə bilmirsən. Sən Azərbaycanın evini yıxmısan. Güya sən bilmirsən ki, televizora baxmırsan. Güya sən bilmirsən ki, sənin Azərbaycanda
televizorlarda hansı biabırçılıq gedib. Əgər sən rüşvəti görmürsənsə, sənə yazılan şikayətlərə baxmırsansa, sən televizora baxmırsansa, sən internetdə xalqın necə yaşamağını görmürsənsə, sən şəhərə çıxanda insanları görmürsənsə, onda qardaş sən onda nəyin prezidentisən, haram prezidentisən? Belə əl çəkdi Azərbaycana, məhv eləmişsiniz də. Əməl başda Azərbaycan xalqının üzərində genosid elan eləmişsiniz. Həqiqətən bizim genofonumuzu öldürürsünüz, bizim gəncliyimizi öldürürsünüz, bizim uşaqların ruhunu öldürürsünüz. Niyə görə bizim bütün hara gedirsən, Dubaya gedirəm, bizim qızlarımız fahişəlik eləyir. Türkiyə gedirəm, Azərbaycan qızları fahişədir. Görün nə günə qalıb ki, Azərbaycan qızlarını deyir ki, Rusların o bağışlayın məni, o qəhbələrindən də pis görürlər. Görün indi nə günə qalıb da Azərbaycan. Dünyanın harasına gedirsən gedgidən. İnanın ki, bəlkə də çox ölkədə olmuşam, yəni bir ölkədə olmamışam. Azərbaycanlıların hörməti yoxdur. Azərbaycanlıları hörmətdən saldınız. Azərbaycanlıları qeyriyyətdən saldınız. Azərbaycanda baxıram, görürəm ki, indi bu qədər qızlar çıxıb da, bütün dalları yekələr. Görgünən indi bunların nə qədər qardaşları var, ataları var, nə biləm, əmiləri var, dayıları var. Görün bunları nə günə qalıb ki, Azərbaycan artıq bu kişilər bu qadınların çörəklərini yer. Bəziləri hətta uşaqlarının cinsi dəyişir, oğlanların cinsi arvad olur, onun da çörəyini yeyirlər. Çoxdur, bir gün gələcək, onlar haqqında da danışacağım. Amma indi Azərbaycanın qızları bədbəxt oldu. Azərbaycan qızları pis gündədir. Kimdən soruşursan ki, Azərbaycanlı deyil, Azərbaycandan adam qız alar. Bunlar qız almaq yox, bunların hamısı yalnız hacı axtarırlar. Hacı olsun, bunlara çörək pulu versə. Bunlar bax, dallarını oynadırlar. Bu dal oynatmaq nə deməkdir? Buna bax, oturub göyə ki, bu balet eləyir. Çölün ortasına ayağını düz aralayır, cəmaatın gözünə soxur. Bax, bu da Azərbaycanda mədəniyyət, Azərbaycanda tərbiyə, bax, budur. Bunu yaradan da İlham Əliyevdir. İlham Əliyev, sən bunları görmürsən. Sən görmürsən ki, bunlar nə oyunlarda, bu boydan da güya sən demokratiyada yaşayırsan. Sən bu yəni, demokratiya demək istəyirsən ki, bizdə demokratiyada hər kəs istədiyi kimi yaşayar. Demokratiyadırsa niyə insanların əziyyət çəkir? Demokratiyadırsa niyə görə kasıb adamlar məhkəmədə uduzur, dövlətlər pulu verir, udur? Əgər demokratiyadırsa niyə görə bizim jurnalist qızlarımız, balalarımız türmələrdə yatır? Əgər demokratiyadırsa niyə görə ağzını açan tutulur? Mənə deginən, mən dedim, sən demokratiyanı qəhbəlikdə görürsən, sən demokratiyanı narkomanlıqda görürsən. Mən tüpürüm elə demokratiya, mən elə demokratiya istəmirəm. Nə balalarımın yaşamağını istəyirəm, nə də Azərbaycan xalqımın yaşamağını istəyirəm ki, o cür demokratiyada yaşasın. Ayıb olsun sənə İlham Əliyev, ayıb olsun.